Allah Teala Loğman aleyhisselamın adına olan surede mübarək Luqman suresinde 20. ayədə buyurur ki: Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Alam terav ennallaha sakhkhara lekum ma fissemavati ve ma fil ardi ve esbaga aleykum ni'amahu zahireten ve batineh. Ve minen nasi men yücadilu fillahi bi gayri ilmin ve la huden ve la kitabin munir. Buyurur, görmədiniz mi Allah Teala göylərdə və yerdə olanların hamısını sizə tabi etdi, ram etdi. Sizin üçün yaratmışam. Görmədiniz mi Allah Teala zahiri və batini nemətlərini bol-bol, geniş-geniş sizə əta etdi. Buna rəğmən yenə insanlar arasında kimlərsə var ki, nə elmə, nə hidayətə, fitrətə, nə də ziyalı, nurlu bir kitaba əsaslanmadan Allah barəsində mübahisə edirlər. Nə mesajlar verir bu ayə bizə? Buyurur, əvvəla, mən hər şeyi sizin üçün yaratmışam. Sizə tabi etmişəm bir şərtlə ki, siz istifadə edəsiniz. Siz istifadə etmirsiniz. İstifadə qaydası nədir? Ər-Rəhman surəsində buyurur ki, Ya ma'şərəl cinni vəl ins. Ay cinlər, ay insanlar. İn istata'tum en tenfuzu min aqtaris semavati vel ardi fenfuzu. Eğer bacarırsınızsa göylərin və yerin ənginliklərinə dalıb ora nüfuz edin. Amma la tenfuzuna illa bi sultan. Yeganə çıxış yolunuz budur ki, qüdrətiniz olsun. İstəyirsinizsə nüfuz edəsiniz, gedəsiniz, çatasınız göylərə, oradakı nemətlərdən faydalanasınız. Yerin təkindəki nemətlərdən faydalanasınız. Yolu elmi bir qüdrətdir. Elmi qüdrətiniz olmasa, başqa imkanlarınız, qüdrətləriniz olmasa edə bilməzsiniz. Allah istiqamət verir. Luqman surəsi 20. ayədə buyurur, göyləri sizin üçün yaratmışam. Ər-Rəhman surəsində buyurur, göylərə getməyin yolu, nüfuz etməyin yolu qüdrətdir. Qüdrətli olun. Sizə həyat adlı bir nemət vermişəm. Bu həyat, bu dünyanın hər yerində sizindir. Bu həyat, bu dünyanın, bu kosmik aləmin, kainatın hər yerində sizindir. O qədər kısıtlı, dar çərçivədə faydalanırsınız bu həyatdan, qiyamət günü bunun həsrətini çox çəkəcəksiniz. Hər şey sizin üçün yaratmışam. Sonra buyurur ki, mən sizə zahiri və batini nemətlər yaratmışam. Aşkar nemətlər yaratmışam. Ruzi vermişəm, sağlamlığı vermişəm, nə bilim, zahiri həyat elementləri vermişəm, əl vermişəm, ayaq vermişəm, göz vermişəm, qaş vermişəm. Bunları sizə mən vermişəm, gözəlliyi vermişəm, sağlamlığı vermişəm və s. və ilə. Batini nemətlər də vermişəm. Cazibə qüvvəsi vermişəm sizə. Həyatınız onunla dövr edir. Heç biriniz də görmürsünüz. Amma o olmasa olmaz. Çox vacib. Amma batini nemətdir, gizli nemətdir. Aşkarda deyil. İman vermişəm sizə. Ruh yüksəkliyi vermişəm. Ümid vermişəm. Özgüvən vermişəm. Bunlar sizin daxilinizdədir. Təravət, coşku, sevinç duyğusu vermişəm. Bunlar sizin daxili aləminizdəki nemətlərdir. Fərqinə varmırsınız. Aksiyomalar vermişəm. Aksiyomalar vermişəm, fitri hidayətlər vermişəm, vicdan vermişəm. Bunlar olmasa, müxtəlif duyğular vermişəm, gözəllik duyğusu, ədalət duyğusu. Bunlar olmasa necə yaşayarsınız? Niyə bu nemətləri unutursunuz? Ümumiyyətlə, neməti unutmaq, harınlamaq niyə sizə təbii həyat tərzi kimi görünür? Niyə şükür etmək sizə qeyri-təbii görünür? Niyə sizin hər işiniz vacibdir, amma şükür etmək vacib deyil? Nankörlük vacibdir, amma şükür etmək vacib deyil. Buna rəğmən bəzi insanlar nankörlük edirlər, küfr edirlər, nemətlərə qarşı küfran edirlər. Başlayırlar Allah Teala barəsində mübahisə eləməyə. Allah buyurur, niyə mübahisə edirsiniz mənim barəmdə? Biriniz deyirsiniz, yoxdur, biriniz deyirsiniz, tək deyil. Hər kəsin ağlına nə gəlir, hansı zənnə, hansı gümana, hansı ehtimala əsasən başlayır danışmağa.
Hə danışırsınız, mübahisə edirsiniz, edin. Heç olmasa əsaslandırın. Nə ilə əsaslandırın? Elmlə, məntiqlə, fəlsəfə ilə, arqumentlə əsaslandırın. Bununla əsaslandıra bilmirsiniz. Vicdanınızla, fitri hidayətlərlə, aksiomalarla əsaslandırın. Bununla da əsaslandıra bilmirsiniz. Müqəddəs kitablarda olan vəhiylərlə əsaslandırın. Məsum kitablarla, sitatlarla əsaslandırın. Heç birini əsaslandıra bilmirsinizsə, nə haqla mübahisə edirsiniz və niyə mübahisə edirsiniz? Axı sizə bu qədər nemətləri verən varlıq haqqında heç bir elmi, məntiqi, ənənəvi kitaba, ağla, aksiyomaya, arqumentə əsaslanmadan mübahisə etməyiniz nə qədər ağıllı işdir. Əhqaf surəsinin də 4-cü ayəsində Allah Teala buyurur ki, siz ki mənim şəriklərim barəsində bu qədər əminsiniz, İtuni bi kitabin min qabli hada əv əsarətin min ilm. Ya bu kitabdan, Qurandan əvvəlki Quranlardan, müqəddəs kitablardan sitat gətirin ki, siz haqlısınız. Ya da elmi bir arqument ortalığa qoyun. Heç biri yoxdursa, siz nəyə əsasən bunu deyirsiniz, iddia edirsiniz? Bəli, ağıllının mübahisəni Allah Teala qəbul edir. Buyurur: "Və cadilhum billati hiyə əhsən." Nəhl surəsi 125-ci ayədə Allah Teala buyurur peyğəmbərlərinə də buyurur ki, onlarla gözəl şəkildə mübahisə et. Gözəl şəkildə mübahisə necə olur? Ya elmi arqumentlərə əsaslanırsan, amma elmi arqumentlərə, nəinki elmi ehtimallara əsaslanasan, arqumentlərə. Arqument odur ki, tərəf bunu eşidəndən sonra görür ki, bunu qəbul etməkdən başqa çarə yoxdur, yol yoxdur. Zərrə qədər yol var, çarə varsa o arqument deyil, o yarımçıqdır. Siz mənə bir elmi dəlil göstərirsiniz, məntiqi əsaslı dəlil göstərirsiniz. Bu dəlildən qaçış yolu bir ehtimal olaraq da varsa, deməli bu kamil arqument deyil. Bu sadəcə ehtimaldır. Bu sadəcə ola bilməz, ağlım kəsmir. Bunlar dəlil deyil ki, bunlar arqument deyil ki. Mən sizə nemətlər vermişəm, nemətə qərq etmişəm sizi, nemətlərin bolluğundan məni inkar edirsiniz, nemətləri inkar edirsiniz. Madam ki, kosmik aləmdə, təbii aləmdə gizli nemətlər var, niyə mənəvi aləmdə gizli nemətlər olmasın? Niyə imamın qeybdə olmasını biz nemət kimi qəbul etmək istəmirik? Niyə qəbul etmirik ki, günəş buludu arxasından bizə fayda verə bilər, amma imam qeybdə olsa bizə fayda verə bilməz? Niyə Xızır Peyğəmbər gizlindədir, bu bizi narahat etmir? Heç maraqlanmırıq da bu düzgündür, düzgün deyil. Sadəcə qəbul edirik müsəlman olaraq. Amma İmam Zaman ağanın qeybdə olması bizim üçün böyük bir əngələ çevrilib. Ola bilərmi şeytan burada nələrsə edir? Ola bilərmi iblisin bu barədə biraz rolu var? Bəlkə bu barədə biraz düşünək.